Pulsuz hamiləlik məktəbinə qoşuldum və düşündüyümdən də daha faydalı keçdi. Təcrübəmi sizinlə bölüşmək istəyirəm. Qaça-qaçla paltarlarımı ütüləyib, yeməyimi yeyib, vitaminlərimi içib yollandım təlimə. Təlim səhər-səhər 10-da başlayıb 4-ün yarısına qədər davam etdi. Gəlib məkana çatdım. Girişdə belə bir əmizdirmə təlimatları ilə bağlı broşur verdilər. Artıq təlim başladı. Təlimdə həkim, ginekoloq, pediatr, psixiatr və mamaçalar hər biri o qədər ətraflı izah verdilər. Ətrafda bilinən doğruların çoxsunun yanlış olduğunu anladım. Psixiatrın dediklərindən yaddaşımda qalan ən əsas cümlələrdən biri isə bu oldu. Övladınıza süd vermə zamanı telefon yanınızda olmasın. O ana fokuslanın, çünki bir də o anı yaşamayacaqsınız. Artıq günün yarısı qurtardı və biz çay fasiləsinə çıxdıq. Təlimin birinci hissəsi nəzəri oldu, ikinci hissəsi isə praktiki. Bu arada sizə məlumat verim, təlimi Bonadiya xəstəxanası təşkil edir və bu 23-cü hamiləlik məktəbidir ki, keçirilir. Hamilələr və atalar, uşaq planlayanlar, hal-hazırda uşaqları olanlar Bonadiya səhifəsini izləyin, bəlkə yenə bu təlim keçirilə bilər və mütləq müraciət edin. Burada isə yeni doğulan uşaq üçün lazım olan əşyaları qoyublar və praktik hissədə göstəriləcək. İkinci hissə başladı. Doğum növündən və nələr edilməlidir bundan danışıldı. Zahlıq dövrü haqqında məlumat verildi və zahlıq dövrünü təsvir edən bu videonu göstərdilər. Siz də istəsəniz YouTube-da yazıb baxa bilərsiniz. Burada isə düzgün süd vermə qaydaları izah olunur. Bu hissədə isə uşağın qazını hansı formalarda çıxarmaq olar göstərilir. Ümumiyyətlə yeni doğulmuş uşağın baxımı ilə bağlı bütün məlumatlar ətraflı formada verildi və göstərildi. Bir neçə valideynlər arasında yarış keçirildi və hamımıza kiçik sertifikatlar verildi. Təlimdə verilən hədiyyə içərisində sizə göstərim nə var. Bir göstərdiyim broşur, çanta çox qəşəngdir, xoşuma gəldi. İçərisində bəbək losyonu, bu da sınamaq üçün bəbək şampunu. Bu da uşaq pişməcə olmasın deyə qabaqcadan istifadə olunan pişməcəyə qarşı kremdir. Və bunlar hamısı balacadırlar, ona görə ki sınamaq üçündür. 2 dənə doğuşdan sonra istifadə üçün ped. Bizim normal istifadə etdiyimiz pedlər doğuşdan sonra yararlı olmur, axma verir. Ona görə də sırf doğuşdan sonra istifadə üçün pedlər alınmalıdır. Təlimdən sonra bu şirin oğlanı görməyə getdim.